Rəbbinə ibadətdə heç şəriş qoşma. İbadətdə deyil də, bir ibadəti deyil. İbadətdə olar, İbadətdə şəriş qoşma deyil. olmaz. Yaşda ibadətdə olmaz, itaətdə olar. Yox, mən onu demirəm olar. Sən deyirsən ki, sən deyirsən ki, itaət də var, sən deyirsən ki, nə bilim, seçim də var. Mən ondan danışmıram axı. Bəli, var, amma mövzu o deyil. Mövzu odur ki, seçimi sən dedin ki, tək imamlar və peyğəmbərlər ümumdur. Mən də dedim ki, yox, möminlər də ola bilər. Sən dedin, inkar elədin ki, ola bilməz. Bəs ayələrdə də gəlir ki, möminlər də seçilə bilər Allah tərəfindən. Seçilə bilər demir ki. Möminə deyir ki, dua elə. Möminə deyir ki, mömin dua eləyəndə nə olur? Möminin duası, yəni qiyamətə qədər heç bir möminin duası qəbul olmayacaq, sən deyirsən o boyda. Allah təbarək və təala ən uca möminləri peyğəmbərin əhl beytidir. Qur'an var. Yəni onlardan başqa mömin yoxdur. Onlardan başqa mömin var, əfsəliyyət cəhətdən onlardan aşağıdır. Bilirik də, onun kimdə ki, onlardan yuxarıdır. Amma məsələ budur ki, onlar da onlardan yəqinsən, bunlardan yəqin. Onlar mömin ola, dua eləyə bilirsə, niyə də qiyamətə qədər milyardlarla, trilyardlarla olan möminlərin, yəni necə birinin duası, sən deyirsən ki, ehtimaldır, ola da bilər. Məsələ o da elə ehtimaldır. Allah buna qapı açıbsa, deməli bu caizdir bu duanı eləmək. Amma mən sənə dedim ki, caizdir də. Və mən də sənə dedim ki, peyğəmbər elə deyə dua eləyə bilərəm. Sən dedin xeyr, kafir küfürdür. Dedim bəli. Çünki peyğəmbəri xitam olunubdur. Mən peyğəmbəri istəyirəm. Xatamül Ənbiyə nas var, mən peyğəmbər olmağı dua eləyə bilmərəm. Amma sizə görə də imamətə nas var, xitam olunubdur, 12 ilə sayı məhdudlaşdırılıbdır deyə. Məni imam seçsin deyə dua eləyə bilmərəm də əslində sizə görə. Sizə görə bu ayəni oxumağın özü küfürdür. Gözəl qardaş, bax, sən bilirsən nəyə başa düşmüsən? Allah təbarək və təala Həzrəti İbrahimə imam deyir. Düzdür? Ayədə imam deyir də Həzrəti İbrahimə. İndi Həzrəti sən dua elədin, Allah təbarək və təala sənin duana icabət elədi. Allah səni imam elədi. Sənin imamətinlə Həzrəti İbrahimin imaməti eyni olur. Ay İbrahim, xahiş edirəm, seçimdən söhbət elə də. Mən özün seçimdən fırlatsın. Səni də Allah seçib, Həzrəti İbrahimi də Allah seçib. Amma eyni deyil. Səndə imamət eyni olur. Mən dedim eyni olur. Sən niyə mən eyni olursa onda qardaş bunu deyirəm. Mən demədiyim sözləri mən yükləmədə deyirəm ki, mən demədim axı eyni olur. Hərəsində fərqlidir. Eyni olursa onda dəlil batil olur. Hərəsinin seçimi fərqlidir. Söhbət ona gedir. Burada sana axı Mücahid şeyx. Bəli. Biraz müdaxilə elə buna. İkimiz deyirik. Bu qayıtsın, mövzu çıxdı getdi araya. Mən elə zənn edirdim ki, bu bəs ümumiyyətlə uluhiyyətdə, əl-ilahda, yəni ibadətdə olacaq yəni. Bu ibadət getdi imamətə. Söz açılır, aparırlar hər qoymayaq da, indi onlar... Qoymayaq deyəndə, arkadaş, bu adam elə dəlil gətirir ki, bu dəlilin uluhiyyətə heç bir adiyyəti yoxdur yaxadan zata. Rububiyyət dəlilini qarışdırıb gətirir uluhiyyətə. Şiə mücahidə deyirəm. Bir dənə şeylə, sən özün də, mən qonaqsız. Müdaxilə ilə bu qayıtsın mövzuya görə çıxdı, getdi mövzu. Qayıtsınlar da, qayıtsınlar. Təzdən oldu. Qayıdın, gəlin qardaş. Qayıdın yenə, qayıdın. Mən uluhiyyətdən danışmağı xoşlayıram. Prosta İbrahim getdi də, istəyə keçdi orada. Yayındırmayın da, məsələn orada... Sən uluhiyyət dəlili gətir, mən qulaq asım da. Mən uluhiyyət dəlili gətirdim də sənə. Bu rububiyyət dəlili, açı, hələ bilmirsən də dəlili gətirmirsən. Açı, Allaha şərik qoşmaqdan söhbət edəndə ailələrdə tək rububiyyət... Bir dənə qardaşlar, bəyərəm, bir dənə əxizəm, belə eləyin də, bir dənə də təzdən müqəddimə eləyin qısa şəkildə. Davam eləyin sonra inşallah. Qardaş, qısa şəkildə müqəddimə ehtiyac yox deyib. Məsələ budur ki, İbrahimə mən dedim ki, İbrahim Şiə məzhəbində filan dua və zikr kitablarında Fatimə əleyhəssəlama məsələn səcdə duaları var, imamlara səcdə duaları var. Namazdan sonra hansı ki rivayətlərdə gəlir, namazdan sonra alnını qoysan və istiğas edirsən, 100 dəfə təkrar edirsən ki, ey Fatimə, ey mənim mövlam, mənə kömək ol və s. dualar edirsən. Mən dedim ki, bu dualar, bu kimi Allaha şərik qoşmaqları, imamlara yozmaq və s. problemdir, şirkdir. Allaha şərik qoşmaq da ibadətdə, uluhiyyətdə. Və İbrahim də mən danışdıqsa dedi ki, buradakı qəsd odur ki, seçim, yəni Allahın seçimi. Mən də sonra da mövzu getdi seçməyə, itaətə, möminə, imamətə, ona görə yayındı mövzu. Amma mövzu üluhiyyətdən getsəydi, mənim dediyimə adekvat cavab verilsəydi, mövzu yayınmazdı. Mən İbrahim məsələn sual verirəm, üluhiyyətdən danışıq yayınmıyor. İmam hədis kitablarında, rivayətlərdə gəlir ki, məsələn Ənvar-ı Zəhra kitabı var, orada bab açır, həl yəcuzu sucud li Fatimə. Fatiməyə səzərmək icazəlidirmi? Alim danışır, alimin idadını da deyirəm, tanınan bilinən dua zikr kitabıdır, alimdir mötəbər. Deyir ki, danışır özü babının altında. Alimin adını deyir, görə nə deyir? Bir ekrana aç, ekrana qoy. Burada heç kimi səssizə, yəni səbir olun. Burada kim səs tatsızdır, söz söyməyən adamlar, kim olsun. Atmayın, nə qədəş, WhatsApp'da mənə yazırlar, atmayın. Deyir ki, varada fi rivayət ənəhu yəcibu sucud bə'də salə əl-istiğasə bi Fatimə Zəhra Kitabdan oxu da, ay qardaş, kitabdan oxu da, bu məqaləni niyə oxuyursan? Kitabdır da, qardaş, kitabın özüdür da. Kitab deyil o, kitab deyil o. Qardaş, kitabın özüdür da, deyirəm, 45-ci səhifə deyirəm, nə kitab deyil, məqalə deyil, kitabın özüdür. Yaxşı, bərəm, oxu, şəkildə. Məsələn, İbrahim, görürsən yoxdur da tema, başqa şey salmaq istəndən araya. Deyir ki, varada fi rivayət ənəhu yəcibu sucud bə'də salə əl-istiğasə bi Fatimə Zəhra əleyhəssələm. Deyir ki, bir çox rivayətlər varid olmuşdur ki, namazdan sonra Fatimə Zəhra əleyhəssəlamla istiğas eləmək.
Vel qawlu mi'atun merra fi sucud. Və deyir, bu sözü demək, səzdədə 100 dəfə istiğas eləmək. Ya Mevlati, ya Fatimə, əğisini. Ey Mevlam, ey Fatimə, mənə kömək elə. Sonra da davam edir ki, və minət təbiiyyə fə innənə hənimə nə'ti alə zikr ismuhə fi sucud və nətlubul qavs minhə. Və sonra deyir, onun adını zikr edirsən və s. Sonra ondan qavs, kömək tələb edirsən. Sonra fəli bədə minət təvcih iləynə və sucud ləhə liənnəhu lə yəqil yətəkilləm və s. Sonra da başqa şeylərdən danışır. Məsələ budur ki, Fatimə əleyhissalam barədə deyir ki, rivayətlər varid olmuşdur ki, namazdan sonra səzdəyə gedəsən, başını səzdəyə qoyasan və deyəsən ki, ey Mövlam, ey Fatimə, mənə kömək ol və ondan kömək olmasan, yardım diləyəsən və imamların adını zikr edəsən və s. Bu Əli radiyallahu anh barədə də var, digər imamlar barədə də var. Bu, Allaha ibadətdə, yəni uluhiyyətdə şərik qoşmaq sayılır ya yox? Sual budur İbrahim. Alimin adı kimdən oxuyursan? Birinci onu deyə görək. Hansı alimdən oxuyursan? Alim. Alim. Ümumiyyətlə, tək bu alim deyil, bu barədə o qədər rivayət var ki, o qədər alim var ki. İndi oxuduğu kimdən oxuyursan bilmirsən? Deyirəm də, bizə dəqiqə səbir ol, adına baxın. Oxuyursan elə bilmirsən ki, bəlkə sünni alim. İbrahim, bir dəqiqə tələsmə da, İbrahim, bir dəqiqə tələsmə. Deməli, bu Seyyid Həsən Əl-Əbdahinin Ənvar-ı Zəhra kitabıdır və kitabın tərcüməsi də var, Nəsir Ən-Nəcəfi tərəfindən, farsçaya tərcüməsi də var. Seyyid Həsən Əl-Əbdahi və Nasir Nəcəfi də Nəcəf şəhərinin böyüklərindəndir. Bunda farsçaya tərcüməsi də var kitabın. 45-ci səhifədədir. Fatiməyə səcdə etmək caizdir, babının altındadır. Oxuduğum kəlmələr. Tamam. Tamam. Mən deyirəm ki, bu şirkdir. Sən deyirsən şirkdir bu əməl. Mən deyirəm yox, şirk deyil. Sən nə deyirsən? Mən deyirəm ki, Allahu Akbar, bu biabırçılıqdır. Şirkdir də, düzdür? Mən deyirəm ki, bəli, şirkdir, şirkül əkbardır, ən böyük şirkdir. Kim Allahdan başqasından, qulaq as, kim Allahdan başqasından? Əgər bu şirk deyilsə, yer üzərində şirk yoxdur. Yox, kim Allahdan başqasından istiğasə diləyərsə hökmü nə olur? Deyirəm ki, əgər bu şirk deyilsə, yer üzərində şirk yoxdur. Sualıma cavab ver də, Allahdan. Mən sualına cavab verirəm də, deyirəm ki, bu şirk deyilsə, yer üzərində şirk yoxdur. Allahdan başqasından istiğasə diləyən kəsin hökmü nə? Aşı deyirəm də, sən dedin ki, bu şirkdir sənə görə. Mən də deyirəm, hə. O sualı cavab verməyin nəsi var? Ay qardaş, bunu soruşmur. Allahdan başqasından deyirəm. Kimsə istiğasə diləyərsə hökmü nə olur? Mən gətirdiyim kimi, ya səzdəyə alnını qoymaq, ondan kömək olmaq. Səzdəyə illət burada istiğasə gözlə. Yox, məsələn, söhbət odur ki, səzdə eləmə. Bunun fərqi var, 100 dəfə oldu, 40 dəfə oldu, 15 dəfə oldu. Bunun fərqi var. Məsələ odur ki, bu Allah kimi səzdə eləyir, alnını qoyur. Kim deyir ona kardan çıxıb? Bə. Allahdan başqasına səzdə eləmək icazəlidir. İcazəli deyil ki. Mən şiə alimlərindən gətirirəm, imamlardan gətirirəm. Hayır, sən şiə sünni demirəm. Deyirəm icazəlidir yoxsa yox? Deyirəm Allahdan başqasına səzdə, mən sənə sual verirəm. Allahdan başqasına icazəlidir səzdə eləmək. Bəli, icazəlidir. Qurandan dəlil deyil. Rahatdır da, yəni belə. Yox, Qurandan dəlil deyil. Yəni mən nə danışıram? Allahdan başqasına. Mən nə danışıram? Allahdan başqasına. Başqa nə danışım mən? Hayır qardaş, nə danışacaqsan? Qurandan danış. Allahdan başqasına səzdə eləyən hökmü nə olur? Bizim şəriətdə olur. Bizim şəriətdə Allahdan qeyrisinə səzdə eləmək qadağandır İbrahim. Seçim kimindir? Allah da deyirəm seçimdən danışıram ki, gözəl insan. Allah sən dedin ki, Allah imamlardan başqasını seçmir. Mən də deyirəm ki, Allah Quran-Kərimdə möminlərdən danışır ki, yəni onları müttəqilərə imam etmə ehtimalı da var. Sən çünki dedin ki, ehtimaldır. Qəbul oluna da bilər, olunmaya da bilər. Sən özün dedin bunu. Mən deyirəm ki, demirəm amma 100% qəbul olacaq. Bəli, ehtimaldır. Dua Allaha qalıb. Qəbul eləyər, eləməyər. Onu biz bilmirik. Amma bu möminlər dua eləyə bilər fakt bunu. Dua eləyə bilər. Amma bu bir ayədə Allah təbarək və təala nə deyir mütləq şəkildə? Seçəcəm. Nəyi seçəcək? Nəyi seçəcəm? Buna dəlil yoxdur da, prosto. İmamları seçməyinə dəlil yoxdur. Təbəridə, qulaq as, hələ biz imamları seçəcək, başqalarını seçəcək. Biz bundan danışmırıq. Biz itayət şirkindən danışırıq. Bəs onu deyirəm, mən bayaqdan imamlara dəlil gətirəm. Allah deyir ki, dini mən seçirəm. Qulaq as, Allah deyir ki, dini mən seçirəm. Din, xalis din Allaha məxsusdur. Bir dənə müşrik çıxır deyir ki, yox, mənim də dinim dindir, müstəqil bir dindir. Allah təbarək və təala bunu müşrik adlandırır. İbrahim, mən dedim ki, ayəni sən özün dəlil gətirdin də, Qasan 68 özün gətirdin. Seçimdən danışdın. Mən də dedim ki, seçim ümumidir də, yəni imamları və peyğəmbərləri deyə qısıtlamırıq. Möminləri də Allah seçə bilər. Necə ki başqa möminə Allah seçsə, Allah deməz ki, ya yuhəllezina Allah seçir də, ayədə demir ki, elə şey var, qardaş, Allah bir namaz qılır. Deyir, biz sinizdən bəzi insanları mömin etdik, bəzi insanları kafir etdik. Zaten Allah Subhanahu istəyi ilə də iman gətirmir. O istək, yox, kimdə cəbrisən sən?
Cəbri deyiləm. Allah Subhanahu taala azad iradə verib, yəni izin veribdi. İnsanlar Azad iradə veribsə səni niyə seçsin? və mən deyirəm ki, Allah Subhanahu taala digər ayədə də deyir ki, biz deyir bu kitabı qullarımızın içərisindən seçdiklərimizə miras etdik. Gör nə deyir? Bax görürsənmi? Furqan surəsi Nisa ayəsində deyir. Qulaq as, Fatır 32 deyir ki, "Summa awrasnal kitabellezina istafayna min ibadina." Burada istafayna sözü var, seçmək. Deyir sonra biz bu kitabı qullarımızın arasından bəzilərindən miras etdik, seçdik. Ha peyğəmbərlər. Görsən Allah Subhanahu taala deyir seçdik. Ha peyğəmbərlərə deyir onu. Bax görsən, bələtər oldu. Bayaq mən deyəndə peyğəmbərlərə deyil, sən deyirsən ki, orada ümumi əhatə eləyir, imam daxildir. Amma mən gətirəndə deyirsən hə peyğəmbərlərə deyil o. Seçib kitab verir, birinə seçib kitab verir, birinə seçib mushaf verir, birinə seçib səhifə verir. Bunun nə fərqi var ki? Başa düşmədim. Allah Subhanahu taala peyğəmbərlərin özlərinə zülm eləməyini, yəni zəlalətə uğradığını ayədə deyir. Çünki davamında deyir ki, "Faminhum zalimun li nefsihi." Onlardan bəziləri öz nəfsinə zülm elədi. Hə, bəli, bəli. Allah Subhanahu taala peyğəmbərlərə zülm nisbət edir kitab verəndən sonra. Hə, peyğəmbərlər özləri, bəzi peyğəmbərlər olur ki, tərk edib özlərinə zülm edirlər. Tək övlad isə amma onu zülm olaraq demiş. Ona görə də biz nə deyirik? İndi bunu haşiyə kimi deyirəm, ha sonra bu mövzunu söhbət edirəm. Ona görə biz deyirik ki, imamət məqamı Quranda nübüvvət məqamından üstündür. Bəli, sizin etiqad zaten imamət nübüvvətdən üstündür. Bizim etiqad yox, Quran deyir bunu. Yox, Quran demir. O sizin öz batıl çıxartınız. Ha demirsən peyğəmbərlər özünə zülm edir. Mən demirəm, sən deyirsən onu. Mən deyirəm ki, Ha Qurandan indi dəlil oxumadı. Ay kişi, buradan qəsd möminlərdir. Sən bunun təfsirini özündən çıxarsan. Möminlərə Allah kitab verir, miras verir. Peyğəmbər deyir ki, miras etdik kitab. Mən burada söhbət əzbərləməkdən gedir. Demir ki, o kitabı. Burada çünki Allah Subhanahu taala deyir ki, qullarımızın arasından seçdiklərimizə miras verdik, varis etdik kitabları, kitabı. Hə də. Sonra Allah Subhanahu taala deyir ki, onlardan bəziləri deyir özlərinə zülm eləyər. Kimisi orta yolu tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə onun öndə gedər. Sən burada nətər peyğəmbərləri qatsan ki, Allah Həzrəti Yunus əleyhissalam məsələn. Allah təbarək və təala deyirmiş ki, Allah burada üç qismə bölüb peyğəmbərləri. Özünə zülm eləyən, orta yol tutan və yaxşı işdə öndə gedən. Sənin etiqadına görə üçdürdü peyğəmbərlər. Hə, bəli. Mən Qurana görə Allah şahid deyirəm və Baba İbrahim. Vəziyyətdən çıxmasını özündən danışsan. Yox, özündən danışmıram. Allah Quranda təfsirlərində heç bu ayənin belə təfsiri yox. Qulaq as. Sən mənim təfsirimi dinləyirsən. Allah Quranda deyir ki, biz peyğəmbərlərin bəzilərindən üstün etdik. Başqa bir ayədə deyir ki, Allah təbarək və təala. Bir də qulaq as da qardaşım. Başqa bir ayədə deyir ki, Yunus özünə zülm etdi əleyhissalam. İbrahim onu biz Başqa bir ayədə deyir ki, qardaşım dəlil olaraq çətinlik ki, peyğəmbərlərin bəzi xataları siz onu inkar sən xatayla indi tərk övlanı qarışdırmısan, bu sən. Yox, tərk övlad nə don geyindirsən, geyindir, fakt yəni xatadır da, zülm edir. Bunu da sənə Qurandan sübut edəcəm. Bax. Səbir ol. Başqa ayədə deyir ki, Allah təbarək və təala Həzrəti İbrahimə deyir ki, Həzrəti İbrahim Allah təbarək və təala deyəndə ki, mənim nəslimdən, mənim zürriyyətimdən imam təyin edəcəksənmi? Allah təbarək və təala nə deyir? Deyir ki, özünə zalimlərdən imam olmaz. Düzdür? Bəli. Həzrət Yunus özünə zülm eləyib, tərk övlad eləyib. Qulaq as. Yox, eləyib, eləməyib. Qulaq as. Mən qəbul eləməyim, mən bunları sənə dəlil olaraq deyirəm. Yox, eləyib də, özünə zülm eləyib. Mən bunları şiələrlə danışanda mən peyğəmbərlər. Qardaşım, Həzrət Yunus özünə zülm eləyib yoxsa yox? Mən qulaq as, mən deyirəm ki, eləyib yoxsa yox? Mən bunları sənin məbud ediklərini sizlə danışanda mən sizə dəlil olaraq gətirirəm. İndi Həzrət Yunus imam ola bilər? Həzrət Yunus bir dəfə zülm eləyir özünə. O öz duasıdır ki, ya Rabbi mən özümə zülm etdim, məni bağışla. Amma sən onu zalim olaraq qələmə verən, sən öz aləmində ki, özündən çıxarış elədin ayədən. Amma sənin dəlilin yoxdur. Mənim dəlilimə baxma, mənim dəlilim buradadır ki, mən özümdən danışmıram. Mənim dəlilim budur ki, buradakı ayədə qəsd peyğəmbərlər deyil İbrahim, sən xata eləyirsən. Buradakı ayədə qəsd ümmətdir. Bizim görünə deyir bizim təfsirdə. Deyir ki, "Əllezine istefayna ibadina" deyir, o təfsirlər seçiliblər. O kəsdir. Hansı təfsir deyib bunu? Hansı təfsir? İbn Kəsir deyir də, səbir ol. İbn Kəsirin öz sözüdür bu. Hə, yox, qonşunun sözüdür. Allah deyir ki, qulaq as indi, qulaq as. Allah deyir ki, oxuyum gör. Qardaşım, gör nətər dəlilsiz danışdın. İbn Kəsir başa düşmür. Dəlilsiz danışdın da. Yəni etiraf elə ki, dəlilsiz danışdın İbrahim. Allah deyir ki, qardaş İbn Kəsirin sözünü hara gətirsən? Yox, öz etiqadımı bəlli eləyim, sonra sənin təfsirini gətirəm ki, sən dəlilsiz danışdın. Sümmə. İnna aleynə bəyanuhu. Allah deyir ki, bunun bəyanı bizə məxsusdur. Səbir ol. Deyir ki, "Əllezine istefayna min ibadina" hansı ki o kəsləri seçmişik, varis eləmişik. "Vahum hadihil ummə" onlar bu ümmətdəndir. Söhbət qəsd nədən gedir? Möminlərdən. "Summa qasamahum illa thalatha anwa" sonra onları 3 qismə bölür. "Faminhum zalimun linnasi" onlar bəziləri zülm eləyir. "Və huwa mufrad fi fi'li ba'dil vacibat və ma taqabil ba'dil muharramat" deyir, hansı ki onlar bəzi fərzləri, vacibləri əməl edirlər və bəzi haramlardan çəkinirlər. "Və minhum" sonra deyir onlardan bəziləri çox vacibləri əməl edirlər.
az haramlardan çəkinirlər və sonra da deyir: "Və minhum sabiqu bil xeyrat bi iznillah." Və sonra deyir: "Və huwa fa'il lil vacibat vel mustahab, at-tarik el muharramat vel makruhat və ba'di mubahat." Deyir, üçüncü qism də onlardır ki, hansı ki onlar bütün vacibləri, müstəhəbləri yerinə yetirirlər, bütün məkruhları və haramları, məkruhlardan və haramlardan çəkinirlər. Nə deyir İbn Kəsir? Və hum hadihil ummə, bu ümmətdən söhbət edir, möminlər. Bir dənə zəhmət olmasa, İndi. Bəhrəm qardaş, bir dənə zəhmət olmasa, İbn Kəsir oxuduğun tamam, problem deyil. İndi Bir qoy dənə sizin zəhmət olmasa, təfsir oxu. yaxşı, bizim təfsiri oxuyarsan. Bir dənə Qiyamət surəsi 19 oxuda zəhmət olmasa. İbrahim, bircə dəqiqədə mövzunu yayındır. Qardaş, Quran deyirəm da sənə. Bircə dəqiqə qoy mövzu ilə əlaqədar. Yox, sən Allahın kitabını dərk edibsən ki, birinci Quranı oxuyaq, sonra keçərik hədislərə. Yox, sizin mən demək istəyirəm ki, sən Oxuyuram, tərcümə elə. Onu sübut eləyim ki, dəlilsiz danışdın da. Yəni Qardaş, şey eləmədən mövzudan sən mənə heç nə sübut edib. Bax, sümmə. Oxuyuram, tərcümə elə. Keçsən, heç sübut eləyənmərəm. Amma qoy oxu. Qardaş, bir dənə qoy Quran ayəsini oxuyaq da. Oxu. Sümmə innə aleynə bəyanhu, tərcümə elə. İbrahim, mənim danışdığım mövzu ilə sənin söhbətləri gətirdiyin mövzuya innə aləqəsi. aleynə bəyanhu. Qardaşım, ən möhkəm dəlilimiz Quran deyil. Deyirəm ki, mənim danışdığımla sənin danışdığın əlaqəsi yoxdur. Bir dəqiqə səbir ol. Qardaş, İbn Kəsirin sözünü gətirdi. Mövzudan qəsmə. Yox, İbn Kəsir gətirdi. Bir dəqiqə qəsmə, səbir ol. Sümmə innə aleynə bəyanhu, tərcümə elə cəmaət bilsin. Qardaşlar, Burada nə var deyirəm ki, sonra onun bəyanı da bizə aiddir. Burada deyirəm ki, bizim mövzumuz bəyan yəni nə? Bəyan yəni nə? Bəyan yəni nə? Ay İbrahim, tələsmə yaxşı. Bəyan yəni nə də təfsir. Bax indi, bax. Düz deyil, təfsirə. Allah deyir, mən bəyan edirəm. Nə də təfsir. Bax indi, bax. Düz deyil, təfsirə. Allah deyir, mən bəyan edirəm. Sən gedib İbn Kəsirin sözünü mənə gətir. Təbətəbayın təfsirini İbn Kəsir nə edirəm mən? O İbn Kəsirin sən heç nə eləməzsən. Deyirəm ki, bizim etiqadımıza görə, bizim təfsirlərimizə görə oradakı qəsd bu açıq-aşkar deyil. Yəni bunu uşaq da bilir ki, Fatih surəsi 32-ci ayədəki qəsd varis eləmək kitabları. Peyğəmbərlər deyil. Onu hamı bilir ki, oradakı qəsd möminlərdir. Və həm şiə təfsirlərində, həm sünni təfsirlərində bu sabitdir. İndi bizim təfsirləri oxudum. İndi qoy sizin təfsiri oxuyaq görə sən dediyin kimi. Sən hələ bir sübut elə görə İbn Kəsirin təfsiri sabitdir. Ay bir dəqiqə İbrahim, xahiş edirəm də mövzunu yayındırmadan başqa şeylər danışma. Necə yəni sən gətirəcəksən mən gözümü qəbul edəcəm. Qoy təfsirül mizandan oxuyum görün indi kimdə orada möminlərdir yoxsa peyğəmbərlərdir. Tələsmə. Deyir İbn Kəsir gətirəm qəbul elə. Belə şey. Mən sənə demirəm, qəbul elə. Deyirəm ki, bizim etiqadımıza görə peyğəmbərlər deyil, möminlərdir. Özüm isbat elədim ki, mən tərəfdən. Bizə görə möminlərdir. Bu bir. Sənin etiqadına görə də oradakı ayədəki qəsd möminlərdir. Sən prosta bilmirsən, elə bilirsən ki, bayaqki ayə kimi peyğəmbərlərə izafə olunur. Sən cahil olaraq onu özündən dedin. Vallahi özündən dedin. İbrahim, sən bunun dəlilinə baxmırsan. Allah şahid gətir ki, mən bunun dəlilinə baxıb görmüşəm ki, orada qəsd peyğəmbərlərdir. Bəli, peyğəmbərlərdir. Bəli, yox, deyirəm Allah şahid gətir ki, baxmışam ki, orada peyğəmbərlərdir qəsd. Bəhrəm, gözəl qardaş, gözəl insan. Dediyin söz İbn Kəsir. İbn Kəsirin sözü peyğəmbərin sözü deyil. Kəsirin neyinirəm? Mən ümumdan danışıram. Niyə sən niyə dəlil gətirsən? Tək İbn Kəsirdən söhbət etmir. Deyirəm ki, yəni ümumi etiqad budur ki, bu ayə barədə görüş oldu ki, bu peyğəmbərlər deyil, möminlərdir. Yaxşı. Oxuda nə oxuyursan oxu görək. Amma gətirirsənsə səhih rivayət gətir. Çünki mənim əqidəm budur ki, Quranla təfsir, bir də Quranı səhih rivayətlər təfsir edə bilər şəxsi rəy. Səhiyyə qalsa. Yəni o gələk çətin məsələdə səhih rivayət tapmaq. Necə yəni? Uydurma rivayətlərlə Quran təfsir olur. Yox, mən bizə görə demirəm, şiə məzhəbinə görə deyirəm. Səhiyyə qalsa çox rivayətlər var. Qardaş, sən səhih bilirsən nədir? Şiə məzhəbindən Şiə məzhəbinə görə, Məzandarani deyir ki, əgər deyir biz səhih hədisləri saysaq, deyir qara inəyin belində olan ağ tüklərin sayı qədəridir. Mazandaranın sözü elə deyil. Bax sən Abzeydə saytından oxumusan. Saytdan oxumamışam, kitabın özündən. İkincisi Hurramili deyir ki, biz deyir əgər hədisləri səhiyyə və zəifə ayırsaq, dəliq eləsə üslublarla, qaydalarla, rizal elminə görə bir dənə də olsun səhiyyə hədis qalmayacaq bizim etmişik. Allah şahiddir ki, yalan danışırsan. Allah şahiddir, yalan danışmıram. Allah şahiddir, o balı başdan ayağa oxusan, o nəticə çıxır orada. Vəsairu Şiə 30-cu cild 260-cı səhifə, aç oxu Hurramilin. Neçənci cild? 30-cu cild 260-cı səhifə. Tamam qardaş. Açıb oxuyarsan. Yaxşı, açıb oxuyacağam. Qaydaq da mövzumuza qaydaq, çox uzaqlaşır. Səbir ol, onu gətirim dəlili. Yaxşı, hansı təfsir istəyirsən, deyəm açım oxuyum. Denəm mən oxuyacağam. Bilmirəm axı, bu baxımda görməsində var. Hələ bilmirsən. Oxumuşam da İbrahim, deyirəm oxumuşam, prosta baxmaq lazımdır. Kompüter deyirəm axı, həmən dəqiqə nəyisə tapımsan. Səbir ol, tapım deyək də. Furqan neçədir dediyin? 32? Furqan yox, Fatih surəsi 32-ni oxu İbrahim. Orada bir dənə özünü ayəni aç oxu, oxumuyursan bəlkə də. Aç oxu gör orada söhbət kimdən gedir. Ayənin siyaqına bax, ayəni fəhm elə gör ayəni. Qardaş, sən siyaq nədir bilirsən? Başdan axıra söhbət orada kimdən gedir? Ayə gör peyğəmbərlərlə əlaqəsi varmı söhbətin? Yaxşı. Uluhiyyətdən danışırdıq da, sonra İbrahim istəyər çəkdi, ona görə də istəkdən gəldi söhbət. Sən Allah Taala'nın yaşa o feilini başa düşmüyübsən. Mən başa düşmüşəm. Sən görsən özün
Özünü tələyə saldı. Bax, müşriklər nə tələsinə sən tələ qurursan. Müşriklər Allah təbarək və teala'ya yaşabuda şirk qoşmuşdular. Din seçmişdilər, şəfaətli seçmişdilər, məsələn, kitab seçmişdilər. Bunlar hamısı şirkdir. Allah Bizə görə də sən seçirsən də, bizə görə də İbrahim sən seçirsən də özündən. Müşriklər bizə görə də sən özündən imamlar seçirsən. Nə fərqi var ki, etiqadın? Hə. Yaxşı, bəli. Sənə görə İmam Həsən, İmam Hüseyn Allah təbarək və teala razı qaldığı kəslərdir. Razı qaldığı kəslərdir, amma sənin etiqad elədiyin kimi kəslər deyil. Bildim də mən düz Bizim demirəm. etiqadımızda onlar Allahın bəli razı qaldığı kəslərdir. Allahın Ay qardaş, sənə demirəm. Ay bəhrəm, sənə demirəm. Mənim deyirəm ki, sənə görə razı qaldığı kəslərdir yoxsa yox? deyirəm bəli də mənim etiqadıma görə. Allah da deyir ki, mənim razı qaldığım kəslər şəfaət edəcək. Nə deyirsən? Bilirəm də bunu kimin kər? Bunun nə dəxli var? Və deyirsən özün seçmisən. Bunun nə dəxli var söhbətə? Mən Deyirsən, deyirəm özün ki, seçmisən. sən özündən batil etiqad seçirsən ki, o imamlar Allah tərəfindən seçiliblər. O imamlar Allah tərəfindən məsum qeydə alınıblar. O imamlar qeybi bilir. O imamlar peyğəmbərlərdən Qeybi bilir. O imamlar şəriəti dəyişməyə müqtədirdir. Mən demirəm, sənin O onlar mən demirəm. O mən demirəm. Şəriəti dəyişməyə imam mübtədil deyil, səhv deyir. Ömər ibn Xattab dəyişə bilər. Yox, xeyr, şəriəti imamlar dəyişə bilərlər deyə hədislər çoxdur və alimlərin Məsələn, Ummul Müminin dəyişə bilər Həzrət Ayşə. İbrahim, şəriəti imamın dəyişməyinə dair yüzlərlə hədislər var ki, 5-ci imam gəlir, 5-ci imam buna haram deyil, 6-cı imam gəlir buna halal deyil. 3-cü gəlir buna başqa şeydir. Hökmləri şəriəti çoxdur. Və deyirəm də şəriəti dəyişir də, fakt şəriəti dəyişir. Bu şəriət dəyişmək deyil. Və şəriəti dəyişmək də başqa hədislərdə gəlir ki, İmam Mehdi gələndə şəriəti dəyişəcək. Şəriət deyil ki, o məsələ. Kimin ki qüdrəti yoxdur bir şəri vacibatı yerinə yetirməyə, imam bunu ixtisar edir. Burada nə var ki? Yox. Bunu Şeyx Hüseymin edir. Təcək də onu geyindirmir. Mənə bax, qardaşım. Söhbət ondan gedir ki, hökmləri dəyişməkdən söhbət gedir. Mən sənə mövzumuz o deyil. Allah şahidi mövzu olsa açıq göstərirəm ki, söhbət sənin dediyin deyil. Bir dənə xahiş edirəm, qulaq as. Şeyx Hüseymin şəriət dəyişir, xəbərin var? İbrahim, şəriət məsələ o deyil. Məsələ bilsən nədir? Deyirsən Şeyx Hüseymin dəyişir, o məsələ dəyişməsin. İmam deyir ki, hədisdə, deyir, qaim gələndə, zuhur eləyəndə müəyyən məsələləri halallaşdıracaq, müəyyən məsələləri haramlaşdıracaq. Yəni, düz eləyəcək. Və deyirəm ki, İbrahim, hamı bilir ki, şəriətdə haramı halalı təyin edən bu təvqifidir, Allah və Rasuludur. Sən haramı və halalı dəyişə bilməzsin, şəriətin hökmlərini dəyişə bilməzsin. Bax. Amma deyirəm ki, imamlar haram və halalı dəyişə bilər. Bax, burada da oxumayıbsa, bax, balaca bir usulü məsələni bilmirsən. Oxumayıbsan axı, bax, gözəl qardaş. Sən bax, gözəl qardaş. Mikroskopik tələb olaraq sən de bilən. Yaxşı. Bax, Allah təbarək və teala müəyyən hökmlər qoyur, müəyyən hökmləri nəsx edir, müəyyən hökmləri dəyişir. Bax, Allah dəyişir, düzdürmü? Allah nəsx edir. Bəli. Bir də zənni məsələlər var, zənni məsələlər. Bilirsən də şəriətdə zənni məsələlər var. Həqiqətdə bu peyğəmbərin vaxtında bu şey sabit deyil, bu zənni məsələ. Düzdür? Mehdi gəlib bunun əslini hökm verəcək. Bilmirəm, mən sual vermə. Tanışdın nə deyirsən, dedim başa sal. Yoxsa gedib o da şeydən, Şeyx Hüseymindən dərs alacaq, öyrənəcək Mehdi. Deyirəm ki, sən dedin ki, bəli də gələndə eləyəcək. Düzdür, deyirəm. Zənni məsələləri çevirəcək qəti məsələyə. Bu da olacaq şəriətin dəyişikliyi. Halaldır. Bilmirsən, eləmə. Bilmirəm də, Allahın olsun ki, belə şeyləri bilmirəm. Allah qorusun belə küfrdən, şəriətin dəyişilməyindən. İndi mən İbrahim mövzu qaldı qıraqda, uluhiyyət təvhidi qaldı qıraqda, hər şeydən sənə görə oldu ki, hamısı istəkdən girdin, itaətdən girdin, oradan girdin, buradan girdin, mövzunu yayındırdı. Mövzu qaldı qıraqda. Sabit elədim ki, itaətdə şirk var. İtaətdə şirkin olduğunu söhbət ondan getmir. Biz demədik ki, itaətdə şirkin olmadığını demədik biz. Biz ümumən şirkdən danışdıq ki, Allah bərabər ayələrdən danışdıq. Sən də dedin ki, bəli. Itaətdə şirk var. Mən də deyirəm, bir dəqiqə İbrahim. Mən də dedim ki, bəli İbrahim, qəbul edirəm. Sənin dediyin ola bilər, amma sənin alimlərinin qəsdi o deyil də. Onların gətirdiyi dəlil onu göstərmir. Sən başqa şey deyirsən. Alimlərin başqa şey deyir təfsir. Sənə görə itaətdə şirk var, bəhrəm. İndi itaətdə şirkə getsin. İbrahim, xahiş edirəm də gətirdiyin təfsir onu deyir. Onu demir axı. Orada itaətdə söhbət getmir. Ümumən orada şirkdən söhbət gedir. Allaha şərik qoşmaqdan. Bəli, itaətdə şirk. Və orada ibadətdən söhbət gedir axı. İtaətdən söhbət getmir orada. Bəli də, itaətdən söhbət gedir Allah təbarək və teala'nın kitabında. İmamlar da bunu doldurmayandan sonra, boşluq olandan sonra. Seçim. Allahın dinindən mükəlləf olan xəlifələrdir. Amma bəli, möminləri seçmir. Allah Subhanahu möminləri seçmir. Möminləri niyə seçsin qardaş? Ayələr var. Allah Subhanahu deyir ki, biz deyir insan, deyir gələcək nəsillərdə sinələrində deyir Allahın kitabı əzbərləmiş, deyir möminlər salih bəndələr çıxardacaq, qoruyub saxlayacaq onları. Qoruyub saxlayacaqlar. Seçmir onları.
möminlər. Ha qur, ha seçir, qardaş bu öz feili ilə, öz etməli ilə seçir. Və Toripə deyirsən seçmir möminlər, seçir də fakt seçir. Başqa bir ayədə deyir ki, möminlərin duasından danışır. Furqan hansı keçən bəhs dedim, cavab vermədi. Deyir ki, möminlər dua eləyərlər ki, Rabbənə həblənə min əzvacina və zurriyyətinə qurrətə əyun və cəalnə lil muttəqinə imamə. Deyirlər ki, ey Rəbbimiz bizə gözümüzün aydın gözlər ver, övladlar bəxş elə və bizi müttəqilər üçün imam elə. Və bütün möminlər bu duanı eləyərlər. Və seçimdir də, bu da seçimdir. Allah Subhanahu seçir. Bir dənə gözlə. Ərəb dilində istək nə deməkdir? Ay İbrahim, xahiş edirəm, adekvat danış da, başqa seçim, başqa çalama, başqa yerə keçməyək. Deyirəm ki, dedin seçmir. Allah imamdan peyğəmbərdən başqasını Mən də deyirəm ki, Allah mömini seçir də, möminləri seçir. Sən dedin seçir. Seçmir ki, kim deyir mömin seçir? Allah deyir ki, möminlərin duasından danışır ki, o möminlər dua edirlər ki, bizi müttəqilər üçün imam et. Və cəalnə. Etmək, seçmək, yəni bizi müttəqilər üçün imam seç. Bizi müttəqilər üçün imam et. Nə fərqi var? Eyni mənadır. Mən də deyirəm ki, yoxsa möminin duasıdır bu? Allah bunu qəbul olmayan dua kimi zikr eləyir, yoxsa qəbul olan dua kimi zikr eləyir? Qəbul olub olmayıb sən bilmirsən onu. Bilmirəm, amma mən bu duanı eləyə bilərəm ya yox? Eləyəcəksən bu duanı. Prosta bu dua qəbul olacaq, olmayacaq bilmirsən. O heç, bəli, olacaq, olmayacaq. Qəsas 68-də deyir ki, yox, qəbulda yox, qəbul. Amma mən bu duanı eləyə bilərəm də, düzdürmü? Amma Qəsas 68-də deyir, eləyə bilərsən, problem yox. Eləyə bilərəm, problem yoxdur ki. Yoxdur. Deməli Allah möminləri seçir, müttəqilərin üzərində. Seçir, seçmir, dəlilin yoxdur əlində. Var axı, fakt var. Allah Subhanahu bunu mənə bunu təşviq edir ki, bu duanı eləyim, möminləri tərifləyir, sonra da gəlib bu duanı zikr edir. Nətər yoxdur? Hə, zikr eləsən. İndi dua ilə görə seçəcək Allah sənə kimsə, sən seçəcəksən. Mən demirəm ki, mən dua eləyən kimi. Seçilmək üçün Qur'an. Amma Allah Subhanahu fakt bunu zikr eləyir ki, bu duanı eləyən necə ki, mən məni peyğəmbər elə deyə dua eləyə bilərəm, İbrahim. Səni peyğəmbər küfür eləmək istəyirsənsə, hə? Aysa bu küfürdür, düzdür? Bu küfürdür. Çünki bilirik ki, peyğəmbərlik bitifdir, tamamlanıb, möhür qoyulub. Və sən də deyirsən ki, sənin etiqadına görə də imamət də möhür qoyulubdur, bitif qaimizin şeyindən də, onun işi tamamlanıbdır. Amma mən deyirəm ki, burada imam olmağı dua eləyə bilərəm. Sən deyirsən ki, problem yoxdur, amma bilinmir qəbul olunacaq yox. Amma peyğəmbər olmaq küfürdür dua eləmək. Razıyam. Bu da onu isbat edir ki, bu ayə. Deməli 12 imam etiqadı yoxdur. Qardaş, sən 12 imam etiqadından nə danışırsan? 12 imam etiqadı. Sən niyə deyirəm? Sən seçimdən danışdın. Dedin ki, imamları seçir, peyğəmbərləri seçir. Sən deyirəm, mən də seçə bilərdi. Allah Subhanahu məni də seçə bilər. Xeyr. Qardaş, sən başa düşmüsən. Birincisi, bax qulaq as. Allah təbarək və Təala Furqan 74-də öz istəyindən danışmır, möminlərin istəyindən danışır Allah təbarək və Təala. Möminlər dua eləyər. Allah təbarək və Təala'ya belə dua eləyər. Nədə sonra Allah nə davamında nə deyir Allah? Amma qulaq as. Amma Qəsas davamında. Qulaq as. Ayəni axıra qədər oxu da İbrahim. Ayəni axıra qədər oxu. Oxu yaxşı, sən oxu. Oxuyur, deyir, bu duadan sonra deyir ki, Ulaikə yuczəunəl ğurfətə bimə səbəru və yuqalləunə fiyhə təhiyyətə və sələmə. Onlar səbir etdiklərinə görə cənnətdə yüksək bir məqamdan mükafatlandırılacaqlar. Və onlar xeyir dua və salamla qarşılanacaqlar, o möminlər. Və sonra deyir, xalidinə fiyhə, onlar orada əbədi qalacaqlar. Və deyir, ora nə gözəl məskən, necə gözəl iqamətgahdır. Və sonra deyir ki, de ki, əgər duanız olmasaydı, mə yəbəu bikum Rabbi ləulə duaəkum. Əgər yalvarmağınız, duanız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Diqqət yetirməzdi. Söhbət, Rəbbim diqqət yetirəcək, əbədi cənnətə daxil eləyəcək. Bu dua nədir? Bu dua qəbul olunan dualardandır, yoxsa yox? Bir dənə ziddiyyəti və qulaq as. Biz burada Allah təbarək və Təala'nın seçimindən danışırıq. Sən burada nəyə dəlil gətirirsən? Allah kimisə cənnətə daxil eləyəcək, kimisə Yox, mən seçimdən danışıram. Sadəcə onu demək istəyirəm ki, Allah Subhanahu bu möminlərə demir ki, onlar belə dua edirlər. Onlar belə dua edirlər, amma onların duası qəbul olmur. Onların duası qəbul olmur. Bu istək var, ay gözəl qardaş. Bu istək var, bu istək, buradakı istək. Cənnətə düşmək istəyi kimin istəyidir? Bilmirəm İbrahim, mən demirəm ya. Deyirəm ki, möminlərin duasını Rəbbimiz zikr edir və bu duaya heç bir pis bildirmir də. Başa düşürsən? Əksinə bu duanı ayəni 65-dən axıra qədər oxuyanda, 11 səhifəsini oxuyanda görürsən ki, bu duanı təşviq edir ki, eləyəsən. Möminləri sevir, möminləri öyür, tərifləyir. Sonra bu duanı deyir. Bu istək var, bu dua. Bu istək. Bu kimin istəyidir? Möminlərin yoxsa Allahın? Möminlərin duasıdır. Allah Subhanahu bu duanı zikr edir bizə. Əsas 68-də kimin istəyidir? Allah Subhanahu istəyir. Allah Subhanahu istəyib ki, bu ayəni nazil edib də. Onda dəxli var ki, onda bu ayə də Allahın ayəsidir, bu ayə də Allahın istəyidir. Biri qulaq as, biri məxluqun istəyidir, biri xaliqin istəyidir. Məxluqun istəyidir, amma necə məxluqun istəyidir? Allah Subhanahu bu məxluqun istəyini batil adlandırırmı? Yəni buna rəddiyə verirmi? Biri qeydlidir, biri də ki mütləqdir. Deyirəm ki, İbrahim, Allah Subhanahu bu ayədə möminlərə irad verir ki, belə dua eləməyin.
irad vermir, amma mütləq də demir ki, hamının istəyi qəbul olacaq. Amma o bir Mən ayədə kim deyil, indiyə qədər kim iddia eləyib ki, hamının istəyi mütləq qəbul. Mən dedim elə bir şey. Mən deyirəm ki, bu dua sadəcə deməli bunun qeydi var. olunması icazəlidir, olunması müstəhəbdir, hansı ki, yəni Quranda zikr olunur. Amma Mən o bir demədim. ayədə nə deyir? O bir ayədə nə deyir? Mütləq və mütləq